Günlərin birində, çox üzr istəyirəm, bunu mən açıq şəkildə deyəcəm. Bəli, buyurun. Əhl-i beyti qəbul etməyən bir nəfər mənə yaxınlaşdı. Dedim, nə yapışmı sizə bu Peyğəmbərdən, imamdan, filandan? Siz vasitə onu niyə tutursunuz? Mən Qurandan ayə dedim. Bu dedi ki, yox, ölüdən heç nə istəmək olmaz. Dedim, çox gözəl. Mənim əlimdə bir qələm var idi, rüçqəm. Dedim, sən Allahı qəbul edirsən? Dedi, bəli, tohidi qəbul edirəm. Dedim, Allah diridir ya ölü? Dedi, Allah huvəl hayy, o diridir. Dedim, gözəl. Mən ayaq üstə idim, o da ayaq üstə üzbəyüz danışırdı. Mən əlimdə qələmi atdım yerə. Dedim, mən xahiş edirəm, deyinən, ay Allah, o qələmi versin sənə. Bu mənə qayıt dedi ki, necə yəni, bu nə sözdür? Allah qələm verəndir. Dedim, Allah diridir axı, Allah hər şeyi görür və bilir. Mən əyildim, qələmi götürdüm, verdim. Dedim, Allah bizləri vasitə yaradır.